Salam hörmətli yoldaşlar. Yenə də mən Rahib Yüzbaşov qarşınızdayım. Müsahibi hazırlıq təliminin yeni bölümünə keçməmişdən öncə həm öz adımdan, həm də həmkarlarım adından sizə təşəkkür etmək istəyirəm. Bildirmək istəyirəm ki, artıq HC Body kanalına 40 mindən artıq baxış vardır. Bu da təbii ki, sizlərin paylaşım etmək sayəsində olmuşdur. Buna görə sizə təkrar təşəkkür edirik və eyni zamanda onlarla işçilər bizə zəng edərək öz təşəkkürlərini bildiriblər ki, biz müsahibə hazırlıq təliminə baxaraq yeni işlər əldə etmişik. Yəni, müsahibədə sərbəst şəkildə özümüzü aparmışıq, müsahibəçilərin suallarına necə cavab vermək lazım olduğunu elə bu kanal vasitəsilə öyrənmişik və beləliklə yaxşı işlər əldə etmişik. Bu da bizi sevindirir, qürurlandırır. Gəlin, elə sizdir, bizdir, bu bölümlərə davam edək. Bizdən hazırlamaq, təqdim etmək, sizdən isə paylaşım etmək. Yeni bölümümüzdə siz nədən xəbər tutacaqsınız? Sətəm üzrə yoxlamalar, yəni HC Inspection, sətəm üzrə yoxlamaların növləri və eyni zamanda audit, sətəm üzrə yoxlamanın auditlə fərqi nədir? Burada Azərbaycan Respublikasının qanunvericiliyi, eyni zamanda beynəlxalq standartları da biz sizə bildirəcəyik ki, beynəlxalq standartda və eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyində bizə bu barədə hansı informasiyalar verirlər və həmçinin hesabatları necə hazırlamalıyıq, kim kimə hesabat verməlidir. Bir sözlə, siz yoxlamalar, auditlər və hesabatlar barədə geniş informasiya əldə etmək istəyirsinizsə, müsahibədə müsahibəçilərin sualına düzgün şəkildə cavab vermək istəyirsinizsə, bu bölüm tam sizə görədir. Diqqətiniz bizdə olsun. Qarşıdakı günlərdə bu bölümü sizə tam təqdim edəcəyik. Diqqətiniz üçün sağ olun.